Cədvəldə ASCII kod sistemindən bir fraqment verilmişdi. Müəyyən simvollar və həmin simvolların onluq qarşılığı, yəni onluq say sistemində olan qarşılığı verilmişdi cədvəldə. Bizdən D simvolunun 16-lıq kodunu tapmaq tələb olunur. Mən D simvolunun və kiçik D olduğuna diqqət etməliyəm. Onun mən əvvəlcə onluq kodunu müəyyənləşdirə bilərəm. Çünki cədvəldə onluq kodlar təqdim olunmuşdu və kiçik A-nın onluq kodu 97-dirsə, mən kiçik D-ni də ardıcıllıqla tapa bilərəm ki, B 98 olacaq, C 99 olacaq və D də 100 olacaq. Kiçik D-ni bu cür tapa bilərəm və aldığım nəticə onun onluq say sistemində olan qarşılığıdır. Yəni kiçik D onluq say sistemində 100-dür. Və ya kiçik D-ni bu cür də tapa bilərəm. Böyük C 67-dirsə, onda buradan yazım. Böyük C 67-dirsə, ondan bir vahid sonra böyük D gəlir və bu 68 olacaq. Böyük D-nin 68 olduğunu tapıramsa, bir hərfin böyüyündən kiçiyinə gedəndə onun onluq kodunda 32 vahid artım olur. Yəni, böyük D 68-dirsə, kiçik D, buradan da yenə də eyni cavabı tapıram ki, 100 olur. Onluq qarşılığı. Onda tapdım ki, kiçik D nəyə bərabərdir? 100-ə bərabərdir. Amma onluq say sistemində. Amma bizdən 16-lıq kodunu müəyyən edin deyir. Yəni, alınan ədədi onluqdan 16-lığa keçirməliyəm. 16-lığa keçirmək üçün ədədi 16-ya bölürəm. Düşür 6 dəfə 96 və qalıqda 4 qalır. 4-ü dairələdim və 6 16-ya bölünmür. Bunun özünü də dairələdim və qalıqları bu cür sağdan sola doğru yazıram. Onda cavab olacaq 64. Deməli, doğru cavab 64-dür.